Çünki bizdə belə bir düşüncə var. İnsan etiraz eləyir, etirazın nə olduğuna qulaq asmayıb həmən onun səsini kəsməyə çalışırlar. Müxtəlif orqanlar, müxtəlif qurumlar və bu da çox pis nəticələrə gətirir çıxardır. Bu yaxınlarda görürüz Amerikada baş verənləri. Düzdür, dövlət kanalları onu tamam başqa cür təqdim edirlər, amma mən də baxdım o videolara. Orada heç bir zorakılıqdan söhbət getmirdi. Əgər insanlara rahat şəkildə öz etirazlarını bildirməyə imkan yaradılsa, yəni mühafizə xidməti sadəcə imkan yaratsaydı, onlar kimlərəsə azadlıq istəyirdilər. Başqa bir şey istəmirdilər. Sən insanı döyəndə, insanı vuranda, insana təzyiq göstərəndə o əlbəttə ki, qeyri-ixtiyari söyüş də söyləyəcək və başqa təhqiramiz ifadələr də işlədəcək, amma bu olmaz. İnsanların nə dediyinə qulaq asmaq lazımdır. Çünki biz bir vətəndaşıq. Biz kimdən tələb eləməliyik? Hökumətdən tələb eləməliyik. Yəni biz nə istəyirik ki? İstəyirik dövlət çevrilişi eləmək istəmirik ki, istəyirik ki, öz ölkəmizdə insan kimi yaşayaq. İstəyirik ki, istədiyimiz vaxt tətilə gedək, səhiyyəmizə güvənək, təhsilimizə güvənək, iş yerlərində rüşvət olmasın, insanlara işə götürülmək üçün rus dili şərti qoyulmasın və s. və ilaxır. Biz yaxşı yaşamaq istəyirik, çünki biz ölkəmiz neft ölkəsidir və buna da haqqımız var. Bizim ölkənin sərvəti var. Bu doğru düzgün paylaşdırılsa və nəzarət olsa səhiyyədə, təhsildə, mədəniyyətdə və digər qurumlarda insanlar başqa bir şey istəmirlər. Bizim Avropalılar kimi, inanın dostlar, hədəflərimiz yoxdur. Biz sadəcə yaxşı yaşamaq istəyirik. Bir dəfə yaşadığımız ömrü yaxşı yaşamaq istəyirik. Ona görə də o Amerikadakı insanları biraz terrorçu kimi qələbə vermək, ünsür demək filan, bu da ayıbdır. Yəni bir şeyi insan fikirləşməlidir. O insan Amerikada yaşayır. Və yaxud da baxın, mən Almaniyada yaşayıram. Azərbaycanda baş verən problemlərlə əgər şəxsi götürsək, uzaqdan yaxından heç bir əlaqəm yoxdur. Məsəl üçün, mən də deyərəm ki, ya mənə nə? Efirdə nə baş verir, səhiyyədə nə baş verir, orada, burada nə baş verir, deyərəm. Amma insanın ürəyi yanır. Vicdanlı insan, vətənini sevən, xalqını sevən, torpağını sevən insanların harda olmasından asılı olmayaraq ürəyi yanır və istəyirlər ki, bir şeylər dəyişilsin. Və əlimizdən də gələn danışmaqdır, başqa bacarımız yoxdur. O Amerikadakı insanlar da. Onlar burada başqa maraqları nə ola bilər? Ölkədə vəziyyətin yaxşılaşmasından başqa. Nə ola bilər? Yəni adam zaten Azərbaycanda yaşamır ki. Əksinə biz vicdansız olsaq, qoy onu da deyim dostlar. Yəqin ki çox rastınıza çıxıb, bugün ürəyim biraz doludur, bunları deyim bitirim. Baxın, Türkiyədə küçə reportajları var. Avropadan gələn bir çox türklər nə deyirlər? Türkiyə əladır, ekonomik əladır, iqtisadiyyat əladır, hər şey Erdoğan super. Niyə deyirlər bunu bilirsiniz? Çünki Avropada qazandığı o avronu və yaxud Amerika qazandığı o dolları gətirib Türkiyədə lirəyə çevirəndə əlinə yaxşı bir pul gəlir. Çünki iqtisadiyyat o vəziyyətdədir və o pulla o istədiyi kimi tətil eləyə bilir. Ona görə də o Türkiyəni bəyənir. Çünki onun işinə gəlir. Bax, biz də o vicdansızlardan olsaq, əslində bizim də işimizə gələr. Yəni burada qazandığımız avronu gəlib orada manata çevirək. Nə gözəl dünya, nə gözəl tətil. Təbii ki o insanlar deyəcək ki, hər şey əladır. Amma sən bir də o manatla maaş alan, manatla bazara gedən insanların halına bax. Yəni Bakıda insanların bahalı maşınları var. Var. Neftçalada da var mı? Əli Bayramında var mı? Səlyanda, Şirvanda, nə bilim, başqa yerlərdə, Göyçayda, Ləkidə, Şəkidə var mı elə imkan? Orada da kafelər doludur. Orada da insanlar istədiklərini alıb yeyə bilirlər, giyinə bilirlər. Bir baxın da o biri bölgələrə də. Hər şey Bakı demək deyil. İş yerləri yoxdur heç yanda. İnsanlar Bakıya gəlir. Bunları da görmək lazımdır. Yəni Bakıda 3-5 nəfər bahalı maşında gəzir və yaxud restoranlar doludur deyə bununla nəticə çıxartmaq yanlışdır. Türkiyədə də eyni bunu edirlər. Gəlir, Taksimə baxın, deyir kafelər doludur. Sən bir də get Urfaya bax, bir də Maraşa bax, bir də başqa o bölgələrə bax. Gör orada insanlar necə yaşayır. Yəni insanlara icazə vermək lazımdır ki, insanlar öz sözlərini, öz tələblərini eləsinlər və bir nəticə çıxarılıb, yəni bir addım atılsın. Ki bu insanlar da insandır, bu insanlar da bu vətənin övladıdır. Bunlar da
Adam kimi, insan kimi yaşasınlar, istədikləri kimi yaşasınlar. Yəni niyə biz məsəl üçün bir Avropada işləyən Azərbaycanlı istədiyi yerə tətilə gedə bilir, amma Azərbaycanda işləyən Azərbaycanlı, Azərbaycan vətəndaşı gedə bilmir. Niyə gedə bilməsin?